Hər günüm düşsə kələ min bir əzab, yandırır məni həsrət, etməz ürəyim ona tab. Dedilər dünya meyxanədir, hamını məst edir. Bircə mənəm bu ikinci xarabada halı xarab. Nə deyim halı vəzifəmdən ki, məni bimar eləyir. Nə deyim halı vəzifəmdən ki, məni bimar eləyir. Səni mən yandırdım düyə, ismətim etdi xitab. Nə deyim məni üryan eləyən dövr zamandan, bu qədər qəm ilə ölsəydim, sayılardı bəlkə savab. Mənə dünya nə verir dərdi ələmdən başqa, yandı sistəmindən biçarə canım, oldu kabab. Çəkdiyim zillətin səbəbin bəxtimə sordum, dedi pərvanənin qisməti yanmaqdı cavab. Gecə gündüz dərdim üçün ağlamışam, göz yaşım sel kimi səhvaları etdi silah. Əhməd eşq eləli ömrünün könül qıbləsidir, o zaman həmən o Kəbə evin hər gecə qeylətə var. Mən ağrıdan ağlayan insanım, çəkdiyim qəmlər gözlərimdən bəllidir. Danışdıqca dərdimi topuq çalan dilim var, müşkülün müsibəti titriyən əllərindən bəllidir. Oğlumdan sonra yaşadığım günlər qaranlıqdır başdan başa. Zülmətim, bəxtim qara günlərindən bəllidir. Cavan ömrüm qocalmış vətən üçün, solmuş baharım ağaran tellərindən bəllidir. Xanəsi viran, xanımanı dağılmış biriyəm, dağılmış yurdum, sönmüş çırağından bəllidir. Çox gecələr ağladım dərdim üçün, həsrətim qəlbimin yanmış pərvanəsindən bəllidir. Nə qədər gəzdimsə, bu dərdin çarəsim yox dedilər. Axun aləm giləyləndigim sözlərimdən bəllidir. Oğlum öləni, dünya mənə zindan kimidir. Acı talihim, yola saldığım duyğusuz illərimdən bəllidir. Bir xəstə bülbüləm, gülüstanım solmuş, ahuzar etməyim, qəfəs içrə can verməyimdən bəllidir. Əhməd sənin nə çəkdiyini kimsə bilmək istəsə, dərdin yazdığın şeirlərindən bəllidir. Allah rəhmət eləsin səbubini, onun simasında cəmi şəhidlərimizi Allah rəhmət eləsin. İndi burada sözü mən Parxanova verir.